xəyanət yalnız fiziki əlaqə ilə bağlıdır, yoxsa Hal-hazırda günümüzün aktual mövzusudur. əgər cərimələr varsa, Sizin mənimlə hal-hazırda telefon danışığınız yazılır. Uşağın və yaxud uşaqların valideynlərin hər hansı birinin yanında qalması məsələsi müzakirə olunursa, mən zarafat edirəm, o kamera çəkmir. hərəsi bir sual verir. Ədalət prinsiplərinə söykənən insanlardırsa, qəsdən və ya tuxud ehtiyatsızlıqdan törədilməsinə cinayət deyilir. Qadınlar kişilərə daha çox inanırlar deyə bizim qanunlarda dəyişiklik olsa, Dövlətin ailəyə müdaxiləsi yol verilməz, dəyişir də qanunları. qəbul edilməz. Salam, hər vaxtınız xeyirli olsun. Bugünkü qonağımız Yaqub Nəcəflidir. Yaqub Nəcəfli Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Xoş gəlmisiniz Yaqub bəy. Təşəkkür edirəm, minnətdaram dəvətiniz üçün. Bugün biz nədən danışacağıq sizcə? Azərbaycanda aktual olan bugünkü mövzulardan birindən. Və mən düşünürəm ki, bugün biz xəyanətdən danışsaq, xəyanətin hüquqi tərəflərindən tamaşaçılarımız üçün də çox maraqlı olar. Sizcə xəyanət anlayışı hüquqi baxımdan necə müəyyən olunur, yoxsa bu daha çox etik məsələdir? Daha öncələr sizinlə müzakirələrimizdə hər zaman mən qeyd etdiyim kimi, yenə də qeyd etmək istəyərdim ki, Azərbaycan konstitusiya quruluşu olaraq demokratik dövlətdir. Şəriət qanunvericiliyi Azərbaycan Respublikası ərazisində tətbiq olunmur. Ona görə zina və ona bənzər sözlərdən bizim qanunvericiliyə rast gəlinmir, təsadüf olunmur. Xəyanət hüquqi baxımdan hansı bir nəticəyə yol aça bilsə də, amma onun xəyanət adı altında nə Cinayət Məcəlləsində, nə Azərbaycan Respublikası Mülki Məcəlləsində, nə də ki, bu mövzunun əsas özəyi olan Ailə Məcəlləsində heç bir yerdə toxunulmur. Yəni heç bir yerdə toxunulmur ki, xəyanət olubsa bu cür cəza almalıdır. Qanunvericiliyə görə xeyr. Aha. Azərbaycanda xəyanət boşanma üçün əsas sayılırmı? Azərbaycanda qeyd edilən boşanma, nikahın pozulması aktının rəsmiləşdirilməsidir. Bu, yetkinlik yaşına çatmayan, cütlüyün yetkinlik yaşına çatmayan həmin nikahdan övladları varsa və birgə razılıqları varsa, qeydiyyatı keçirmiş orqanda, yəni Ədliyyə Nazirliyinin qeydiyyat orqanında birgə müraciət əsasında və yaxud belə qarşılıqlı razılaşma yoxdursa, məhkəmə vasitəsilə həll olunur. Bəli, məhkəməyə qədər artıq qanunvericilikdə mediasiya və o proseslərin idarə olunması, proseslərdən sonraki məsələlərdə məhkəməyə müraciət nəzərdə tutulsa da, bunun dolayı yolla məhkəmə məsələni araşdırarkən ailənin, birgə nikahın, birgə ailənin mümkünsüzlüyü, yəni münasibətin davam etdirilməsinin mümkünsüzlüyü nəzərdə tutulan amillərdən ola bilər məhkəmə tərəfindən. Yəni tərəflərdən birinin təşəbbüsü ilə də ailə dağıla bilər. Amma Xəyanət oradakı faktor olaraq tərəflər məsələn də, bax, həyat yoldaşı kişi öz qadınını xəyanətdə itham edir və bunu əsas gətirərək boşanmaq iddiasını irəli sürür. Bu zaman hətta övladların onda qalmasını iddia irəli sürür. Yəni, bax, burada xəyanətin ümumiyyətlə olması əsasdırmı ki, tərəflərdən biri digər tərəfi xəyanətdə itham edib, uşaqların onda qalmasını əsas belə deyə gətirsin ki, xəyanət eləyib, uşaq məndə qalmalıdır, xəyanət eləyib, ev mənim olmalıdır, xəyanət eləyib, mənə bu qədər rüsum ödəməlidir. Rüsum yoxsa kompensasiya? Kompensasiya olsun. Rüsum kompensasiya ödəmək istək tələbi məhkəmədə iddia olaraq irəli sürülə bilər. Bəli, buradakı məsələdə yanaşma necə olmalıdır? İddia tərəfi mülki prosessual məcəlləyə görə iddiaçı öz iddiasını sübut etmə vəzifəsi iddiaçının üzərindədir bir mənalı olaraq və xəyanətdən danışarkən əgər siz qanuni yollarla əldə olunmuş sübutlardan əgər biz danışırıqsa, bu qanuni yolla əldə olunmuş sübutlar olmalıdır ki,
O xəyanət sübut olunsun. Məsələn. Aha, yəni bu gizli qoyulmuş, bu indi deyirlər, müasir dövrdə çox qəbul olunmur. Qoy mən sona qədər deyim. Biz artıq bilirik birimiz nədən danışırıq. Yəni indi kiçik bu qulaqcıqlar, mikrocihazlar, nə bilim, ayaqqabıya qoyurlar, paltara qoyurlar. Bunu hətta sınayanlar, bunu öz dostları, rəfiqələri arasında paylaşanlar, hətta telefona proqram yükləyib, proqram vasitəsilə danışığı, xəbəri olmadan qarşı tərəfin danışığı da, görüntüləri də götürüb təqdim edənlər var. Yəni bunlar, belə deyək, sübut sayılırmı, yoxsa gizli olduğu üçün, qarşı tərəf xəbəri olmadan yazıldığı üçün bu da bir maddədir? Yox, maddə orada şəxsi həyatın toxunulmazlığı məsələsi ilə bağlı qarşı tərəfin gələcəkdə elə bir iddiası olarsa... Ola bilər, yəni. Əlbəttə ki, hər cür iddia növü var. Azərbaycanda ümumi vahid məhkəmə təcrübəsindən kənara o qədər də çox çıxılmasa da, mən Amerikada təhsil almışam. Amerikada iddianın növü və iddiaların qaldırılma mexanizmi fərqlidir, iddiaların məğzi fərqlidir. Orada Tanrının məhkəməyə verəndən öz itini evdən qovub sonradan məhkəməyə verənlərə qədər rast gəlinir. Amma Azərbaycan Respublikasında siz qeyd etdiyiniz məsələ ilə bağlı əgər bir ailənin dağılmasına səbəb boşanmadısa, xəyanətdirsə, həmin xəyanətin əsasında mötəbərliyi təsdiqlənməyən sübutlar durursa, bu ancaq belə bir söz var, otentiklik. Yəni sübutun ilkin yaradılışı və qanunvericiliyin heç bir tələbinin həmin sübutun toplanmasında pozulmaması. Yəni bu necə ola bilər? Bilirsiniz necə? Məsələn, mən sizə bir xırda misalda deyim də, mən sizədən gelirəm. Müsafirə xanım, salam, necə? Sizin mənimlə hal-hazırda telefon danışığınız yazılır səs yazısı olaraq, mən qeydə alıram. Xəbərdarlıq edirsiniz. Və yaxud sizə o kameranı quraşdıranda mən sizə məlumat verirəm ki, mən bu otaqda kamera quraşdırmışam. Sənin etirazın yoxdur ki, biz burada qarşılıqlı söhbət mi? Olması məsələsi deyil. Kameranın orada quraşdırılması barədə gözlə görünən yerdə mən məlumat verirəm ki, burada kamera var. Artıq etiraz edirsənsə, artıq bu otaqda oturub söhbət eləməməliyik. Çünki kameranın orada yerləşdirilməsi barədə mən artıq məlumat vermişəm. Bəs o zaman belə, bax burada kamera var. 3 dəqiqədən sonra mən zarafat edirəm, o kamera çəkmir. O artıq çəkmir, o artıq siz dediniz həmin şəxsin artıq öz iradə ifadəsinə qalıb ki, oradakı dialoqmu, çəkilişmi, söhbətmi, onu davam etdirsin, yoxsa yox. Günümüzün reallığına əsaslansaq isə bizim hətta qarşımızda olan telefondan tutmuş mobil cihazımız, işlətdiyimiz notebooka qədər bunların artıq heç yanmasına ehtiyac yoxdur. Yəni aktiv vəziyyətdə onun nəsə ehtiyac yoxdur. Bir kəlmə ilə artıq o bizi dinləyir. Sadəcə bir kəlməni səsləndirməklə artıq aktiv dinləyici halına gətirə bilirik onu. Bu da ki, yəni çox rahat, amma sübut qismində məhkəmə tərəfindən qəbul olunmayacaq vəziyyətə gəlir. Sadəcə bayaq qeyd etdiyimiz kimi, burada uşaqların taleyi, məhkəmə uşaqların kimin və hansı valideynin yanında qalması məsələsini müzakirə edərkən, burada onun həmin sübutun hansı formada əldə olunması məsələsinə yanaşmanı qəyyumlu himayəçilik orqanının üzərinə buraxır ki, belə bir sübutlarla təqdim olunan, sübutsuz və yaxud sübutlarla təqdim olunan bir WhatsApp yazışmaları, məsələn, ən çox praktikada yayılmış hal, qadının, kişinin WhatsApp yazışmalarını necəsə QR kodu skan etməklə, WhatsApp'ın, Telegram'ın, Viber'in, digər proqramların ani mesajlaşma proqramlarını, istənilən üçüncü fərdləşmiş məlumatlara giriş əldə edərək onların yayılması baş verə bilər, ala bilər, xanım ya da kişi, bəy. Və onu qəyyumluq şöbəsinə təqdim edərkən artıq qəyyumluq şöbəsinin qərarıdır ki... Qərar deyil, rəydir. Rəydir, bunu əsas olaraq götürsünlər. Bunun, belə deyək də, düzgün olduğu, legalmı, qeyri-legalmı? Artıq o legallığa məhkəmə qərar verir. Sadəcə o sübutlar, məsələn, komissiyada uşağın üstün mənafeyi nəzərə alınaraq, uşağın və yaxud uşaqların valideynlərin hər hansı birinin yanında qalması məsələsi müzakirə olunursa, o komissiya üzvlərində ilkin olaraq daxili inam formalaşdıra bilər. Amma bu da belədir axı. Tutalım ki, WhatsApp yazışmasını təqdim etdilər qəyyumluq şöbəsinə. Əks tərəf deyir ki, o yalandır, yəni mənim adımdan olmayıb. O zaman mütləq gərək məhkəməyə gedir. Bilirsiniz, mən qəyyumluq komissiyası bəlli bir ərazidə, bəlli bir zamanda sədr vəzifəsində çalışmışam. Mən sizə real, praktik deyə bilərəm, gör necə baş verir. Elə dediyimiz video çəkiliş bizim komissiyaların
90% hallarda biz özümüz məlumatlandıraraq Ümumi Himayəçilik Komissiyasının iclasını video görüntülərini alırdıq. Həmin komissiyanın üzvləri arasında psixoloqdan tutmuş, uşaqlarla iş üzrə mütəxəssis, hüquqşünas və həmin rayonun, orqanın yerləşdiyi rayonun məktəb direktorundan tutmuş, yəni həmin uşağın oxuduğu məktəbin direktorundan tutmuş, yəni təhsil və mədəniyyət sahəsi və yaxud ictimai nüfuzu olan şəxslərdən ibarət bir komissiyadır. Həmin komissiya artıq adamlara sual, məsələn, 9, 7, 11 nəfər komissiya üzvü olurdu. Bu komissiya üzvləri hərəsi bir sual verir, ayrı-ayrılıqda suallar verir. Uşağı dinləyərkən ana ata çıxarılır və uşaq sözün düzün deyir. Bəzən uşağı anası ilə komissiya iclasına dəvət edərkən anası ilə gəlir, amma anasının əleyhinə elə ifadələr verdiyi hallar olub ki, mən məcburən uşağın üstün mənafini qorumaq şərti ilə həmin uşağı ataya verdiyim hallar olub. Yəni, bu bir dəfə deyil, nonsens deyil. Mən komissiya rəyi ilə dəfələrlə anadan alınaraq uşağın ataya verilməsi prosesində bilavasitə iştirak etmişəm. Məhkəmə də həmin komissiyanın rəyini qüvvədə saxlayıb, hətta Azərbaycan Respublikasının Ali Məhkəməsi öz son qərarında buna şərh verərkən komissiyanın həmin anda davranışını ədalətli hesab edib. Çünki komissiya bir məsələ ilə bağlı, məsələn, məhkəmədə tutağım ki, bura hal-hazırda Nəsimi rayondur. Nəsimi rayon məhkəməsinin icraatında sakin sayına görə, yəni yerləşmə üzrə sakin sayına görə bəlkə 150 min, 200 min Azərbaycan Respublikasının vətəndaşı qeydiyyatdadır. Bu şəxslərdən siz düşünün, Nəsimi rayon məhkəməsinin icraatında olacaq iş sayını düşünün, hakim nisbətinə əgər münasibət bildirsək, müqayisə etsək, görəcəyik ki, bir hakimin bir işə ayıracağı vaxt haradasa 15 dəqiqə, 20 dəqiqə arasındadır. Amma bir komissiyanın bir ailəyə ayıracağı vaxt isə 2, 3, 4 saat da ola bilər, hətta təxirə salına bilər iclas. Uşağın evdəki yaşayış şəraitini müəyyənləşdirməsi istiqamətdə komissiya iş görə bilər. Komissiya üzvləri yerində baxış keçirdə bilərlər, uşağı analiz edə bilərlər, uşağı psixiatra yönəldə bilərlər əgər ona ehtiyac yaranarsa. Və bu sonunda dəlalət verir ki, komissiya əsaslandırılmış rəyini məhkəməyə təqdim etsin. Və 90% hallarda həmin komissiya rəyi əgər vicdanlı komissiyadırsa, ədalət prinsiplərinə söykənən insanlardırsa, çalışanlar, o komissiyanın rəyi həm uşağın üstün mənafeyinin qorunmasına xidmət edəcək, həm də məhkəmə tərəfindən qəbul olunan vəziyyətdə olacaqdır. Gəlin mövzudan uzaqlaşmayaq. Biz uşaqlara daha çox indi istinad etdik. Qayıdaq yenidən xəyanət mövzusuna. Bayaq söylədiyiniz kimi, deməli, mesajlar, şəkillər, bunlar hamısı dəlil kimi qəbul oluna bilir, əgər qəbul oluna bilir dəlil kimi, əgər onların mötəbərliyi sübuta yetirilərsə. Mötəbərlik dedikdə onun açılmasında iştirak edən faktorlardan biri razılıq, məsələn, eyni anda xəbərdar olması. Şəxsin xəbərdar olması. Yəni sadə dillə desək, şəxs qarşı tərəfin xəbərdar olması, baş verənlərin lentə alındığından, çəkildiyindən, yazıldığından xəbərdar olması, artıq o zaman əldə olunan şəkillər, videolar, yazılar, bütün bunların hamısı sübut kimi götürülə bilər. Hətta orada əks halda bəs? Əks halda sübutlar siyahısında təqdim olunan həmin sübut kimi məhkəmə tərəfindən qiymətləndirilməyəcəklər. Məhkəmə ona qiymət verməyəcək və yaxud hər hansısa bir məsələdə sübut formasında təqdim olunan iddiaçı tərəfindən və yaxud cavabdeh tərəfindən nəsə texniki ekspertizanın təyin olunması gərəkə bilər orada. O da uzun vədəli bir məsələ olduğundan çox vaxt praktikada ona heç anlam qalmır. Çünki bu, siz dediyiniz məsələdəki şəkil filan burada mahiyyəti kökündən həll etmir. Əgər iki şəxs boşanmaq istəyirsə, sonunda bunlar boşanacaqlar. Nəysə bir əsas gətirib. Amma yenə də bir var ki, əsas xasiyyətlərin uyğun gəlməməsi ümumi işlək bir sözdür də, çox zaman bunu işlədirlər. Bir də var ki, sırf xəyanətdir. Mən türklərdən nəyi bəyənirəm? Onların məcəlləsinə istinadən iddialarda şiddətli keçimsizlik deyilə bir termin var. Nədir bu? Yəni, mümkündür də ailə münasibəti davam etdirmək mümkün deyil. Bizim də məhkəmələr ona əsaslanır və iddialarda əsas tələb olur ki, ailə münasibəti, birgə təsərrüfat aparmırıq, ailə münasibətlərini davam etdirmək mümkün deyil və biz boşanmaq istəyirik. Bəli, mediasiya prosesi ilə gedə bilər.
İddia müddətləri uzana bilər, məhkəmə barışıq üçün vaxt verə bilər, amma sonunda iki şəxs boşanmaq istəyirsə, ər və gec boşanacaqlar. Yəni iki nəfərin biri istəyirsə boşanmaq, bir boşanacaqlar. Yəni əvvəl-axır boşanacaqlar. Əvvəl-axır boşanacaqlar. Buna görə heç uzatmağın mənası yoxdursa, boşanacaqlar. Amma əgər burada xəyanət varsa, qarşı tərəf boşanan zaman nə isə bir mənəvi zərər, maddi zərərdən başqa mənəvi zərərin də irəli sürmək hüququna malikdirmi? Bilirsiniz, bayaq qeyd etdiyim kimi iddia tələbləri fərqli olur. Orada da əlbəttə ki, mənəvi zərər irəli sürmə hər zaman hər bir iddiaçının haqqı ola bilər. Sadəcə o mənəvi zərəri irəli sürdükdən sonra o mənəvi zərərin şəxsə toxunuşu sübut olunmalıdır yenə də. O toxunuş da onun psixoloji durumundan, psixiatrik durumuna qədər və onun rifahına qədər təsir edəcək sübutları əhatə etməlidir ki, o məhkəmədə o iddia təmin olunsun, qarşı tərəf həmin iddia üzrə öhdəlik daşısın. Bax, belə bir sualımız var. Xəyanət yalnız fiziki əlaqə ilə bağlıdır, yoxsa emosional yaxınlıq da hüquqi baxımdan nəzərə alına bilər? Bilirsiniz, hüquqi baxımdan xəyanəti qiymətləndirsək, bayaq qeyd etdiyim kimi, Azərbaycan Respublikasının qanunvericiliyində xəyanət deyilən bir sözə bütün Azərbaycan Respublikasının normativ aktlarında heç bir yerdə rast gəlməliyik. Emosional olması və fiziki olması, mən buna daha dəqiq, ətraflı cavab vermək üçün mən düşünürəm ki, buna daha məndən öncə psixiatrlar, daha sonra isə bu sahə üzrə məşğul olan terapevtlər, psixoterapevtlər və seksoloqlar cavab verə bilər və onun fiziki təmasla və yaxud digər məsələlərlə bağlılığı ancaq onlar tərəfdən tibbi rəylə əsaslandırıla bilər. Çünki bu artıq hal-hazırda günümüzün aktual mövzusudur. Hətta cavanlar, cavan kateqoriya ailələrin, yəni yeni qurulmuş ailələrin dağılma nisbətində də bu xəyanətin də rolu böyüdür və ona aparan faktorların da rolu böyüdür. Onun daxilində sosial şəbəkələrin yaratdığı fəsadlar, sosial şəbəkədəki azadlıq prinsipi və həyat tərzindəki dəyişikliyi buna aparıb çıxardır. Və sizə elə gəlmirmi ki, bir hüquqşünas kimi ki, bax deyirsiniz ki, sosial şəbəkələrdəki azadlıq prinsipi və məhz qanunda bunun nəzərdə tutulmaması da biraz belə deyək, əl qolu açır. Bilirsiniz, qanunda iki şəxs, bizim qanunvericiliyi, mən belə deyərdim ki, sizə bu məsələlərdə ideal davranır. Dövlət ailəyə müdaxilə etməməlidir. Dövlət burada regulyator rol oynayır. Sadəcə nəzarət edici funksiyanı həyata keçirir və ailə məcəlləsi bütün həyati əhəmiyyətli məsələləri əhatə edir və ona heç bu dəqiqə əl vurmaq belə hal-hazırda heç bir vəclə bizim məsələmizə təsir göstərə bilməz. Xəyanət etmək istəyən qanunvericilikdə göstərsə də edəcək, xəyanət etmək istəməyən qanun olmasa belə xəyanət etməyəcək. Amma mən belə düşünmürəm. Nə üçün? Bu mənim subyektiv, bəli, mənim kimi dinləyicilərimiz də, izləyicilər də bizi söz yox ki, fərqli fikirlər olacaq, yazacaqlar orada. Çünki elə insanlar var ki, qanun əgər cərimələr varsa, biz onu pozmamağa çalışırıq da. Yəni müəyyən qadağalarda bilirik ki, burada cərimə olunacaq. Tutalım, avtomobil idarə edirik. Avtomobili burada saxlamaq olmaz, ən azı 20 manat cəriməsi olacaq. Ayına gəlib yazacaq. Amma gəlməyəcəkdir. Elə avtomatik olaraq cərimə gələcək. Əgər xəyanət tutalım ki, siz deyirsiniz ki, qanunla bu dəqiqə tənzimlənmir də bizdə. Yəni qanunla sübuta yetirilərsə, heç kim qarşı tərəfə durub demir ki, mən səni izləyirəm və sənin telefonuna bir proqram yazmışam və yaxud da bir çip qoymuşam, sənin harda olduğunu bilirəm. Kənara gedib bir dedektiv, bu xarici filmlərdə çox baxırıq. Kənardan çəkilir, dedektivlər var. Yəni bu xüsusi insanlardır ki, pulla xüsusi, məncə onlarda bir xəfiyyələr əsas olun. Onlar gedirlər, araşdırırlar, axtarırlar, şəkillər təqdim edirlər. Bizdə yoxdur deyəsən. Varsa da gizlidir. Yoxdur. Yox, gizli var. Gizli ola bilər. Aşkarda yoxdur. Yəni qanunvericilik də onu müəyyənləşdirmir bu fəaliyyəti. Görürsünüzmü? Hardasa bax bunlar olsa, insan bilsə ki, orada cərimə ödəyəcək və ona sübut olunsa, sabah xəfiyyələr tapıb gətirib 3 şəkil ortaya qoysa ki, bu qadın yalnız kafedə bununla oturub iş söhbəti etmirdi, hər hansı bir gələcək planı və yaxud da əri üçün bir ad gününə sürprizə hazırlaşmırdı. Bu onların ikisinin artıq davamlı şəkildə görüşmələridir, davamlı şəkildə bir
bir-birinə olan isti münasibətidir və burada böyük cərimə var və yaxud da ki, avtomatik olaraq onun mənzil hüququndan məhrum olması, nə bilim, uşağın onun əlindən alınması, biraz ciddiləşsə bu qaydalar, mənə elə gəlir ki, xəyanətlər azalar. Sui-istifadə halları. Amma mən elə fikirləşirəm ki, sui-istifadə halları həddindən artıq çoxalar. Xəfiyyələrin də arasında qeyri-etik hərəkətlərə meyil salan insanlar peyda olar. Elə olmayan bir şey haqqında mən hal-hazırda sürreal bir fikir irəli sürürəm. Xəfiyyələr birinci olmalıdır ki, onların sonra qeyri-etik tərəfləri meydana çıxsın və olduğu təqdirdə belə siz deyirsiniz, bizim insanlar cərimə və ona bənzər həşəratlardan qorxu var, patologiya var. Bütün insanlarda var. Cinayət Məcəlləsi ilə baxsaq məsələyə, Cinayət Məcəlləsində cinayətin tərifi var. Cinayət nədir? Cəza təhdidi altında və Cinayət Məcəlləsinə əsasən ictimai təhlükəli əməlin, baxın, ictimai təhlükəli əməlin qəsdən və ya yaxud ehtiyatsızlıqdan törədilməsinə cinayət deyilir. Bu ictimai təhlükəli əməldən gedir söhbət. Dəyişək də qanunlarımızda. Eləyək ki, arvad ərə xəyanət edərsə, bu filan qədər, bu yaxınlarda eşitmişdim. Mən sosial şəbəkədə rastıma çıxmışdı ki, artıq burada da xəyanətlərdə cərimələr olacaq. Belə bir söhbət gəzdi. Məncə yanaşma şəriət qanunvericiliyində var. Bütün ərəb ölkələrində tətbiq olunur və şəriət qanunvericiliyində tətbiq olunan bilirsiniz də normalların 80%-i kişilərin xeyrinədir, qadınların əleyhinə. Siz həqiqətənmi biz yazıq qadınlar qadın bərabərliyindən hal-hazırda danışılan qadın bərabərliyindən danışılan ölkədə Azərbaycanımızda siz Ailə Məcəlləsində, mən keçən dəfə də verilişdə qeyd etdiyim kimi, sizinlə söhbətimizdə qeyd etdiyim kimi, Ailə Məcəlləsində ata, ana və yaxud kişi, qadın məsələsi yoxdur. Valideyn var. Burada əgər sizin parents ya da spouse deyirlər ingilislər. Yəni, əgər arvad məsələsi var, orada bitir. Ata, ana yoxdur. Yəni, valideynə münasibət, valideynin öhdəliyi, valideynin digər məsələləri, hüququ və s. Vəzifələri və hüququ. Vəzifələr ayrı, hüquqlar ayrı. Hüquq şirindir, vəzifə amma dediyim kimi bizim qanunlarda dəyişiklik olsa, mənə elə gəlir ki, buna istərdim ki, tamaşaçılarımız da mütləq şəkildə bir münasibət bildirsinlər. İstərdilərmi ki, qanunda dəyişiklik olsun ki, belə bir sorğu da keçirdərik. Vətəndaşların qanunvericilik təşəbbüsü var. Azərbaycan Respublikası Konstitusiyasında əks olunub. Onun üçün sizin fikirləri dəstəkləyən bir böyük həcmli kütləni toplayıb, belə tamaşaçılarımızdan da ola bilər. Biz heç kimi toplamırıq. Yox, toplayaraq müraciət edə bilərsiniz. O qanunvericilik təşəbbüsü. Ən azı mənim özümə də, bir çox tamaşaçılara da maraqlı olar ki, görəsən Azərbaycanda kütlənin hansı hissəsi bu fikirlə razıdır ki, məhz qanunvericilikdə xəyanət cərimə ilə, ən azı cərimə ilə. Siz bilirsiniz də, siz hal-hazırda qadın tərəfdən baxırsınız kişi. Niyə? Xəyanəti hər zaman kişi etmir ki, xəyanəti bugünkü gündə qadınlar çox xəyanət edirlər. Çox paradoksal bir vəziyyətdir. Mənim komissiyada rastlaşdığım vəziyyətlərin 90%-də qadınlar olub. Kişilər qadın xəyanətinin əşya dəlil, sübutlar. Qurbanı olublar bu kişilər. Qurbanı olmağı öz yerində onların sübut dediyimiz, bayaq müzakirə etdiyimiz sübut məsələsində WhatsApp danışmasından, yazışmasından şəkillərə qədər kişilərin daha çox təqdim etdiyi aşkaranə yadımdadır ki, 99% hallarda. O zaman belə deyim də, siz deyirsiniz ki, burada daha çox kişilər qadınları aşkar ediblər. Sizə elə gəlmirmi ki, qadınlar kişilərə daha çox inanırlar deyə onların telefonunda çox araşdırma etmirlər. Hətta hüquqları belə yoxdur, parollar, şifrələr, yəni bu var da. Ona görə kişilər üçün daha rahatdır. Nömrəni öz adına alır və o nömrəni gedib yoxlatdırmaq da problem olmur ki, ora gələn zənglərdən xəbərdar olmuş olsun. Amma çox-çox ailələrdə axı kişi gedib nömrəni qadın öz adına almır ki, ərinə, həyat yoldaşına bunu versin. Ona görə qadını yoxlamaq, qadının axtarış etmək imkanı kişinkindən az olur. Fikrinizcə məhdud səviyyədədir, nömrəni yoxlar. Məhdud deyil, azdır, nisbətən. Azdır, amma siz dediyiniz məsələ artıq bir 10 il, 15 ilin daha öncəsində qaldı. Çünki artıq nömrə ilə SMS-ləşən və yaxud nömrə ilə telefon zəngləri edənlərin sayı azalır. Instagramdan istifadə edirlər, Telegramdan istifadə edirlər. Hal-hazırda reklam olmasın deyə sosial şəbəkələr, düzdür, onların reklama ehtiyacı olmasa belə, sosial şəbəkələr və digər tətbiqlər vasitəsilə heç
sadəcə internetə pul xərcləməklə, bəlkə də internetə də pul xərcləməməklə istənilən məsələni istənilən vəziyyətdə, istənilən halda və yerdə yerinə yetirmək olar. Əgər ona aparan səbəb varsa, artıq ailədə boşluq var və o artıq ailədə boşluq varsa, onun sadəcə zamanının müəyyən anında o ailə dağılacaq. Yəni onun bir önəmi yoxdur. Bu sübut olundu, sübut olunmadı. İki nəfərin şəxsi həyatı məhkəmə hakiminin və yaxud ona bənzər şəxslərin artıq masasının üzərindədirsə, bunun geriyə dönüş məncə yoxdur. Amma ailələr axı ona görə qurulmur ki, onlar dağılsınlar. Ailələr bəzən ülvi məhəbbət üzərində, bəzən məhz ailə olsun deyə, ata olsunlar, ana olsunlar, gələcəkdə bir, belə deyək də, həyan olacaq, özünə dost olacaq insanları tapdığı zaman qurulmalıdır və qurulur. Və yaxud da məcburiyyət tədbiri, ailə baskısı və yaxud İndi azdır. İndi deməzdim ki, ailə bəli. baskısı keçmişdəki qədər çoxdur ki, mütləq sən yaşın keçir, ərə getməlisən və yaxud da yaşın keçir. Var, elə ailələr də amma var. nisbətən azdır. Amma yəni gəldik yenə xəyanət mövzusuna, xəyanətə qayıdırıq ki, kişilər mi çox xəyanət edir, qadınlar mı çox xəyanət edir? Əgər qadınlar da xəyanət edirsə, şəxsən bu mənim subyektiv fikrimdir. Tamaşaçılar razılaşa da bilərlər, razılaşmaya da bilərlər. Burada günahın bir qismi kişidədir. Kişi xəyanət edirsə, burada günahın bir qismi qadındadır. Günah dediyim nədir də? Yəni bu o demək deyil ki, qadın günahkardır, kişinin nazı ilə oynamayıb və yaxud da kişi günahkardır, qadına istədiyi nələrisə almayıb. Yox. Bəlkə bəzi hallarda qadın günahkardır ki, həddən artıq o kişini çox rahat şəkildə, belə deyək də, diqqətsiz qoyub, arxayın olub, rahat yanaşıb buna da, yəni ki, inanıb. Bəlkə də çox da inanmalı deyildi və yaxud da əks tərəf, kişi qarşı tərəfə o qədər inam göstərib, arxayın olub, amma sən demə, bu da onun hardasa boşluğundan, həddən artıq qarşı tərəfin bir-birindən sui-istifadəsi də. Mənə elə gəlir ki, xəyanət o zaman yaranır. Bir də xəyanətin kateqoriya məsələsi var. Qadının gördüyü xəyanətin, kişinin gördüyü xəyanət və edərkən və etdikdən sonra ona qarşı münasibəti fərqlidir. Yəni Kişi üçün qadının istənilən hərəkəti xəyanət sayıla biləcəyi hərəkət sayılır. Niyə? Biz özünüz dediyiniz biz kimi qadınlardan danışırıq, İslam dövlətində deyil, sırf yəni mən hal-hazırda kişiləri təmsil etdiyim üçün, kişilərin prizmasından deyirəmsə, siz də eyni qaydada qadınları təmsil etdiyiniz üçün qadınların prizmasından da... Yox, mən eyni zamanda kişilərin də tərəfini tuturam. Yox, tərəf məsələsi deyil. Deməzdim ki, sırf sadəcə. qadınlara dair fikir bildirmiş oluram. Amma yəni obyektiv yanaşsaq buna, istər qadın, istər kişi, yəni ailədə olan xəyanət mütləq şəkildə dediyiniz kimi ailənin sonucda dağılmasına gətirib çıxarır və bu ailədə olan dağılana qədər artıq xəyanətin aşkarlanması, xəyanətin ailədə uşaqlara israr etməsi, bəzi hallarda hətta ölümlə nəticələnməsi, yəni belə faktlar da var artıq ki, bəli, var. Xəyanət aşkarlayıb, xəyanətlə rastlaşan istər ər, istər arvad, artıq qarşı tərəfin həyatına, affektmi, qeyri-affektmi, qarşı tərəfin həyatına artıq qəsd edir. Mən ona görə deyirəm ki, yəni qanunlarımızda əgər bir balaca ailədəki xəyanətlə bağlı bir maddələr əlavə olunsa orada, bəlkə dövlətin ailəyə müdaxiləsi yol verilməz. Dəyişək də qanunları. Qəbul edilməz. Son zamanlar bizdə Azərbaycanda psixoloqların da sayı artıb və bir çoxları da məsləhət verirlər. Əvvəllər izləyicilər də razı olacaq məndən, daha çox falçılara gedirdilər. Falçılar məsləhət görürdülər, deyirdilər ki, xəbərim var, bu baş verir, xəbərim var, o baş verir və eyni zamanda qonşu, qohum, əqraba müdaxilələr çox olurdu. Bəli. İndi qonşuya, qohuma, əqrabanın müdaxiləsinə o qədər də fikir verilmir. Ən çox psixoloqların rəyinə fikir verilir. Bax, bir hüquqşünas olaraq, bir vəkil olaraq çox ailələrin problemlərini həll edirsiniz də bugünkü gündə. Xəyanət olduğu zaman sizcə psixoloqlar onlara kömək edə bilirlərmi? Mənim subyektiv fikrimə görə hal-hazırdakı psixoloqların durumu daha öncələr məhkəmə sisteminə sıçramış nümayəndələr institutu var idi. Halbuki heç bir hüquqi təhsili olmadan, heç bir kollegiyanın, ya daha doğrusu bir kollegiya var Azərbaycanda, kollegiyanın üzvlüyü olmadan və heç bir lisenziya olmadan
körtəbii hüquqi fəaliyyət var idi öncələrdən. Yəni bir etibarnamə, qurumlarda təmsilçilik etibarnaməsi və yaxud baş etibarnamə alaraq şəxslər bir kütlə formalaşmışdı ki, hal-hazırda vəkillərin göstərdiyi fəaliyyəti o zamanlar göstərdilər. Mən hal-hazırda bu psixoloqlara münasibətim bir necədir? Savadlı şəxslərə münasibətim hər zaman yaxşıdır. Mən hüquq fakültəsində təhsil almışam, daha sonra xaricdə təhsil almışam, Bakıda idarəetmə ilə bağlı təhsil almışam. Orada psixologiyanın əsasları, fundamental dəyərlər, viktimologiya və digər məsələlərlə bağlı fikir formalaşıb məndə və mən yaxşı hüquqşünas olmaq istəyirsənsə psixologiyadan anlayışlı olmalıdır. Amma mən bəzən mənəm deyən psixoloqların çıxışlarına, podkastlarda və yaxud sosial şəbəkədə, Instagramda və yaxud digər yerlərdə, ona bənzər yerlərdə onların çıxışlarını dinləyərkən nəinki həmin psixoloqa qulaq asmağı tövsiyə edirəm. Ümumiyyətlə, həmin psixoloqu siyahıdan çıxardıb cəzalandırılmasının tərəfdarıyam ki, həm ailələri, həm fərdləri, həm uşaqları səhv yerə yönləndirib diaqnoz qoymaq. Bilirsiniz də, psixologiya tibb sahəsinin tərkib hissəsi deyil və psixoloq olmuş şəxs əgər universitet məzunudursa, o yenə tibbi fəaliyyət göstərə bilməz. Bəli, bu pedaqogikanın bir hissəsidir. Bu pedaqogikanın bir hissəsidir. İnsanın ani, xırda bir problemini həll edə bilər və yaxud yetişmiş psixoloqsa, illərdə sərf etmişsə bu sənətə, dərin sənətdə əlbəttə ki, psixologiya, psixoloji. Mən Azərbaycan Respublikasında psixoloq yardımından yararlanmaq istəyən şəxslərə, ailələrə əsasən, ailə terapiyasını ixtisaslaşmış və yaxşı olar ki, xaricdə təhsil almış, oradakı mühiti görmüş, oradakı qanunvericiliyi, oradakı tibbi sahəni, xəstələri daha dərindən analiz etmiş psixiatrlara ailə terapiyası üçün dəvət edərdim ki, getsinlər. O daha çox fayda göstərəcək, nəinki mənşəyi məlum olmayan ixtisas sahibləri. Çünki onların universitetdə necə təhsil aldığı naməlumdur, onların sonradan 2 aylıq, 1 aylıq hansısa bir kursu bitirib və yaxud özü, məsələn, özü hansısa sindromdan əziyyət çəkən şəxsin eyni sindromla bağlı digər şəxsə səhv məlumat verməsi, bax o qanunvericilikdə təsbit olunmalıdır ki, bilərəkdən və yaxud bilməyərəkdən səhv məlumatlandırma artıq cinayətdir. Artıq o cinayətə və daha ağır nəticələrə, fəsadlara səbəb ola bilər. Ona görə necə ki, daha öncədən plastik cərrahi adı altında, bəli, müxtəlif həkim adı altında, burun-boğaz həkiminin reanimasiyası olmayan xəstəxanada, bir şəhər mərkəzində bir xəstəxanasında əməliyyat etdiyi və ölümdən döndüyü bir mənim müvəkkilim var. Yaqub müəllim, bax burada stop deyəcəm. Çünki bu artıq bizim digər verilişimizin mövzusudur. Biz bu mövzuya mütləq qayıdacağıq. Psixoloqlara da, psixiatrlara da, onların ailələrə olan müdaxilələrinə məhz xəyanət zamanı onların etdikləri, ailəni saxlamaq naminə yox, ailəni əksinə dağıtmaq və daha böyük problemlərin, cəmiyyət üçün də gələcəkdə böyük problemlərin yaranmasına səbəbkarı olaraq biz onlara dönəcəyik. Amma inşallah növbəti verilişimizdə, bugünlük isə sağollaşırıq və düşünürəm ki, bizim dinləyicilərimiz üçün, izləyicilərimiz üçün çox maraqlıdır və onların şərhləri mütləq şəkildə olacaq, sualları gələcək və məhz siz tamaşaçıların elə sualları, yazdıqları fikirlər əsasında da biz növbəti verilişlərimizi planlayacağıq. Sizə isə təşəkkür edirəm, çox sağ olun, gəldiniz. Maraqlı məlumatlarla tamaşaçılarımızı məlumatlandırdınız. Mən də minnətdaram, dəvət üçün təşəkkürlər. İstənilən sualı, istənilən vaxt müzakirə etməyə hazıram. Növbəti görüşlərdə. Sağ olun.